Kargo ilə gətirməyib necə gətirmək lazımdır ki? Deməli, kargo dedikdə biz ənənəvi kargo deyirik, dırnaqarası kargo. O deməkdir ki, məsələn, siz gedib hardansa ya Türkiyə, ya Çindən kiçik sahibkarlardan gedirsiniz, söhbət yeni başlayanlardan. Bir mal alırsınız, təhvil verirsiniz kargoya və bütün rəsmiyyəti kargo eləyir, kargo dırnaqarası. Ya, əslində yük daşıma şirkəti sadəcə öz adlarını rəsmiləşdirirlər və sizdən real daşınma və real gömrük rüsumundan əlavə ən azı bir 30-100% arası əlavə pul alırlar. Ona görə gətirdiyiniz məhsullar sizə çox baha başa gəlir. Necə eləmək lazımdır? Kargodan gətirirsiniz əslində, amma kargo yük daşıma şirkətinə yalnız daşınma haqqı verirsiniz. Daşınma haqqı yəni cüzi olur. Aldığınız malın bəlkə də yarım faizi eləyir. Amma kargo sizə ümumi qiymət deyəndə gömrük rüsumu daxil deyil qiyməti. Siz gömrük rüsumunu özünüz ödəməlisiniz də. Onun üçün də ya öz adınıza eləyirsiniz, aldığınız şirkətlə müqavilə bağlayırsınız, Bakıya gələndə özünüz rəsmiləşdirirsiniz və yaxud brokerlər olur müxtəlif, onlarla razılaşırsınız, sizin əvəzinizə rəsmiləşdirir, malı çıxardırsınız. Nəticədə qiymət fərqini deyirəm də, nə qədər uda bilərsiniz. Hardasa dediyim kimi 30-100% arası. Məsəl üçün, bir məhsulu 3 manatdan 10 manata kimi maya dəyərindən asılı olaraq fərqiniz ola bilər. Kargo sizdən 10 manat ala bilər, siz onu 3 manata gətirirsiniz. Amma demirəm dəqiq belədir. Yəni, indi kargo bəlkə 9 alar, siz 7-yə gətirirsiniz. Amma bir mənalı olaraq sizin özünüz rəsmiləşdirsəz, daha ucuz məhsul sizə gəlib oturacaq Bakı.